Tarix nəinki qılıncın, həm də sözün gücünü göstərir. İndi isə sizi Çingiz xanla bir qrup müsəlman alimi arasında nəql olunan məşhur bir diyaloqa aparırıq. Ey xanlar xanə Çingiz, səni haq yoluna, İslam dininə dəvət edirik. İslam, bu nədir? Yer və göyün yaradıcısı olan Allahın göndərdiyi bir dindir. Onun son peyğəmbəri Mühəmməd salavatullah insanlara haqqı çatdırmaq üçün gəlmişdir. Bəs bu peyğəmbər kimdir? O, Tanrının yeryüzündəki elçisidir. Ona Qur'an adlanan müqəddəs kitab nazil olmuşdur. Siz bunu indi öyrənirsiniz. Biz göy tanrısını min illərdir tanıyırıq. İcazə verin, sizə Rəbbimizin sözünü oxuyaq. De, o Allah təkdir. Allah səməddir. O nə doğub, nə də doğulub. Onun heç bir bənzəri yoxdur. Maraqlıdır. Amma Allahın evi dediyiniz bu daşdan tikili deyil. Allahın evi insanın öz qəlbidir. O ev təmiz olmadıqca heç bir ibadətə yer yoxdur. Bu diyaloq bir tarixi rəvayətdir. Sənədləşməmiş olsa da, ruhu dərin bir hikmət daşıyır. Çingiz xan İslamı qəbul etmədi, amma onun nəslində haqqın səsi cavabsız qalmadı. Və illər sonra nəvəsi Qazan xan İslamı qəbul etdi. Bütün Elxanilər dövlətinə yaydı. Tarix dəyişdi. Qılıncın yerini qələm aldı və söz yaddan çıxmadı.